Riyaziyyatçı alim Əlif Məmməd Həsənoğlu Məmmədovun vəfatına 94 yaşının içində vəfat eylədi bir alim Əlif Məmmədov. İşi məşğulluğu tam riyaziyyat, rəqəmlər idraka hissə olub ov. Soyuq rəqəmlərdə istiqanlı idi, köksündə bir qəlbi var idi həssas. Hamı xatırlayır, xoş insan idi, heyf ki onunla qurmadım təmas. Ömür möhləti var, tanışlığım yox, bu həyat yolunda əyani onla. Gecikmək təəssüf, tələs çalış çox, əcəl imkan vermir, gəlir o sonla. Elmi əsəri var 250, 35 dərsliyin müəllifi idi. Dəqiq elmlərə oldu meyilli, məntiqin sözün də həm arifi idi. 7 övladı var, oğlanlı, qızlı, 15 nəvələrin odur babası. Atas cəfası yaz, yay, qış payızlı, 7 kötücənin ayrı səfası. Azəri talışdı milli kökləri, Astara, Təngərud onun eli idi. Talışca Tanqaru dar yol deməkdir, onun milli ruhu hər an diri idi. Elm xidmət edir bəşəriyyətə, Əlif alimi idi Azərbaycanın, hər kəs ilahidən bağlı millətə. Astara, Bakıya bağlı çox anı, Hilal Məmmədovun atası idi. Mərddən törəyənlər əksər mərd olur, kim ki öz kökünü dandısa bitdi, onun gələcəyi tarixdə solur. Rəhbail Sadiqəm öldü bir alim, 33 yaşından elmi adı var. İnsan olsun insan, kim olursa kim, Hilal Məmmədov dək yadigarı var. Astara, Tanqaru itirdi oğlun, həm də alimini Azərbaycanım. İnsanlıq elm idi Əlif, saf yolun. Bu şeiri yazdırdı ruhumla canım. 18 iyul 2026-cı il. Gecə saat 23:05-dən 19-a növbəti günə artıq saat 1:33-ə qədər. Hörmətlə müəllif Rəfa Sadiq Zeynalzadə, az insan çox şair.